Nə deyir? Deyir ki, bu bərabərsizliyi ödəməyən tam ədədlərin sayını tapın. Belə məsələlərdə nəyə fikir veririk? Sol tərəf sağ tərəfdən nədir? Kiçikdir. Bizə deyir ki, bunu ödəməyən. Ödəməyən deyirsə, onda işarəni dəyişdirirsiniz. Əgər kiçik ödəmirsə, nə ödəyir deməli? Böyük bərabər ödəyir. Onda yazırıq. Modulda x çıxılsın 2 böyükdür bərabərdir. X kvadratı çıxılsın x çıxılsın 2. Və əgər bərabərsinin hər tərəfi modul daxilindədirsə, hər tərəfin kvadrata yüksəldirib, bir tərəfə keçirdib, kvadratlar fərqindən həll edilir. X modulda x çıxılsın 2-nin kvadratı ilə adi x çıxılsın 2-nin kvadratıdır. Böyük bərabərdir. X kvadratı çıxılsın x çıxılsın 2-nin mötərizə kvadratı. Bir tərəfə keçirsək, bunu sağa keçirsək, deməli nə qalır? X kvadratı çıxılsın x çıxılsın 2-nin kvadratı minus x minus 2-nin nəyi? Kvadratı nə olur? Kiçik bərabər olur nədən? Sıfırdan. Kvadratlar fərqindən vurublara ayırsaq, x kvadratı çıxılsın x çıxaq 2, çıxanda işarələr dəyişir, çıxaq x çıxaq üstəgələ 2, vurulsun, x kvadratı çıxılsın x çıxılsın 2, üstəgələk olduğu kimi yazırıq, x çıxılsın 2, kiçik bərabərdir sıfırdan. Burada islahlar aparsaq, qalır x kvadratı çıxılsın 2x, vurulsun. Burada x-lər gedir, qalır x kvadratı çıxılsın 4, kiçik bərabərdir sıfırdan. Sonra bunları yenə vurublara ayrılır. X-i mötərizə xaricdən çıxardırıq, x çıxılsın 2, vurulsun. Kvadratlar fərqinə görə x minus 2 vurulsun, x plus 2, kiçik bərabərdir sıfırdan. X çıxı 2 vura, x çıxı 2 edir, x çıxı 2-nin kvadratı. X vurulsun, x çıxılsın 2-nin kvadratı, vurulsun, x üstə gəlsin 2, kiçik bərabərdir sıfır. Sonra bunların hər birinin sıfıra bərabər kökləri tapsaq, bunun kökü 2-dir, bunun kökü 0-dır, bunun da kökü mənfi 2-dir. Deməli, mənfi 2, 0 və 2. Burada x çıxılsın 2-nin kvadratı olduğuna görə, yəni qüvvət cüt dərəcə olduğuna görə, bu təkrarlanan kök olur. Yəni təkrarlanan kökün sol və sağ tərəfləri eyni işarəli olur. Yəni işarə dəyişmir orada. 2-dən böyük ədəd götürək, məsələn 3 götürsək, 3 müsbət, 3-dən 2 çıxıb kvadrata yüksəlsək müsbət, 3-dən 2-nin cəmi edir müsbət. Olur deməli müsbət, yenə müsbət, mənfi, müsbət. Kiçik bərabərdir 0 olduğuna görə, mənfi 2-dən 0-a, bir də birləşir, bu daxil olduğuna görə 2-nin özünü götürür. Deməli, mənfi 2-dən 0-a, birləşir 2-nin özü ilə. Burada tam ədədlər mənfi 2, mənfi 1, 0 və 2. Deməli, neçə dənə tam həlli oldu? 4 dənə tam həlli oldu.